Gəlin 12-ci sualın həllinə baxaq. Deməli, A bölək B üçün bizə verib bərabər kökdə 3-ə. Buradan A-nı B ilə ifadə edirəm. Kökdə 3B yazaq. Gətirək bizdən x kvadratını istəyir. Bu ifadəni kvadrata yüksəldək. Bu zaman yuxarıda nə alırıq? Fərqin kvadratı, yəni kök altda A minus B-nin kvadratı. Köklə kvadrat gedir, birbaşa yazaq A minus B. Çıxaq, 2 vuraq. Kök altda A minus B vurulsun A plus B. A plus B. Üstə gələk. Kök altda A plus B-nin kvadratı, yəni kvadratla kök gedir, qalır A plus B. Buradan B-lər islah gedir. Məxrəcin də kvadratı olur. Kökdə 3 çıx, kök altda 2. Bərabərdir. B-lər getdi. Yuxarıda qaldı A ilə A-nı toplasam 2A minus 2 vuraq kökün altda. A kvadrat çıxaq B kvadratı. A kvadrat harda? A gördüm. Yerinə kök altda 3B yazıram. Yəni bunun kvadratı edir 3B kvadratı çıx B kvadratı. Məxrəcdə kök altda 3 çıx kökdə 2-ni saxlayaq. Bərabərdir. Burada harda A görürük? Gəlin 2-ni ortaq vuruq alaq. Harda da A görsək yerinə nə yazıram? Deməli, hələ 2-ni ortaq vuruq almamış A-nın yerinə kökdə 3B yazıram. 2 kökdə 3B çıxılsın, 2 vuraq. 3B kvadratla B kvadratı çıxsaq 2B kvadratı, B çölə çıxır, kökün altda 2 qalır. Kökdə 3 minus kökdə 2-ni saxlayaq. Bərabərdir. Yuxarıdan ortaq vuruq 2B-ni alsaq, yerində qalır. Kökdə 3 minus kök altda 2, məxrəcdəki kökdə 3 minus kökdə 2 ilə ixtisar gedər, qalar 2B. Yəni B variantı.